Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Oreşnik komplekslərindən birini məhv edib. APA Uniona istinadən yazır ki, Malyuk bunu uğurlu əməliyyat adlandırıb və əməliyyatın detallarını açıqlayıb. Daha əvvəl bunu heç vaxt səsləndirməmişik, ancaq deyə bilərik ki, 3 Oreşnikdən biri Kapustin yarda uğurla məhv edilib. Bu çox uğurlu bir missiya idi. Bu vaxt ictimaiyyətə açıqlanmadı. Bu barədə yalnız Ukrayna prezidentinə məlumat verilib və digər ölkələrin bir neçə prezidenti bundan xəbərdar idi. Bu, Oreşnik adının ictimaiyyətdə heç kimin yeni şəkildə istifadə etmədiyi bir an idi və o dövrdə ruslar onunla təhdid etmirdilər. Səhv etmirəmsə, bu, keçən yaydan əvvəlki yay idi, deyə Malyuk bildirib. Prezident Zelenski qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə Rusiyanın Oreşniklə 3 atış imkanı olub. Onlardan birini istifadə edib, digərini isə Ukrayna müdafiə qüvvələri məhv edib. Eyni zamanda Zelenski Rusiya Federasiyasının Belarus ərazisində Oreşnik yerləşdirməyi planlaşdırdığını qeyd edib. Onun sözlərinə görə bu, qərb tərəfdaşlığının diqqətinə çatdırılmalıdır. Biz başa düşürük ki, onların təxmini hərəkət radiusu 5500 kilometr təşkil edir və 700 kilometr ölü bir zona var. Yəni Avropalılar, xüsusilə Şərqi Avropa və hamı buna diqqət yetirməlidir. Bu risklərə diqqət etmək lazımdır, deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Oreşnik yüksək dəqiqlikli silah olmaqla bütün Avropada hədəfləri vurmağa qadir mobil yer kompleksidir. Oreşnik raketləri hədəflərə 10 maks sürətlə hücum edir. Bu saniyədə 2,5-3 kilometr deməkdir. Hazırda dünyada Oreşnikin qarşısını almaq üçün heç bir vasitənin hava hücumundan müdafiə sisteminin olmadığı bildirilir. Bundan başqa, oktyabrın 31-də Ukrayna lideri Volodimir Zelenski Rusiyanın dərinliklərinə zərbələrin endiriləcəyinin anonsunu verib.